Salam dostlar, mən Pakize Aydın yenidən sizin qarşınızdayım. Bugünkü mövzumuz The Conjunction, yəni bağlayıcıdır. Bağlayıcıları yazmaq üçün müəyyən qaydalar olsa da, amma və lakin mütləq və mütləq bağlayıcıda biz tərcüməni bilməliyik. Tərcüməni bilmədiyimiz təqdirdə bağlayıcını işləmək olduqca çətindir. Ona görə də söz bazamız artmalı və daha yaxşı şəkildə tərcümə etməyi öyrənməliyik. Hal-hazırda azan çəkilir və mən bütün abituriyentlər, buraxılış imtahanı verəcək şagirdlər üçün dua edirəm ki, hamınız üçün uğurlu və nailiyyətli bir imtahan olsun inşallah. İndi isə başlayırıq qaydamıza. Tərcüməyə əsaslanmayan, az hissəsi əsaslanmayan bir qaydamız budur. Belə bir qəliblər olur və bizə verilir ki, biz tapmalıyıq ki, cümlədə hansından istifadə edək. Bunlardan biri both and bağlayıcısıdır. Həm də deməkdir. Təsdiq cümlələrdə işlənir və xəbəri cəm olur. Onsuz ki, biz əvəzlik qaydasından bilirik ki, both'un xəbəri nə olur? Cəm olur. İkincisi neither nor. Nə də deməkdir? Bu olan cümlədə başqa inkar işlənməz. Üçüncüsü either or, ya da deməkdir. Digəri isə not only but also, nəinki həm də deməkdir. Daha sonra bu tipli deməli bağlayıcılarda yadınızda saxlayın birləşmələri both and-lə, neysə norla, either or-la, not only isə but also ilə işlənir. Əgər sizə aşağıdakı kimi both or verilirsə, bu yanlışdır. Both nor verilirsə, bu yanlışdır. Yalnız both nə ilə işlənir? And-lə. Sizə neither and versələr yanlışdır. Neither or versələr yanlışdır. Nə ilə işlənir? Norla. Sizə either and versələr yanlışdır. Norla versələr yanlışdır. Nə ilə işlənir? Orla. Yəni, bunları yadda saxlayın ki, testdə sizin üçün asan da olsun. Digər bir qayda isə ikinci tərəf, yəni virgüldən sonra əgər cümləmiz təsdiqdirsə, inkardırsa təsdiq verilir. Məsələn, baxın burada. John was a teacher, a singer, was he? Was he burada təsdiqdir. Təsdiqdirsə bizə inkar lazımdır. İnkar bağlayıcımız da hansıdır? Nədir? Deməli, burada nə olasıdır? Neither nor. Deməli, John nə müəllimdir, nə də müğənni. Elə deyilmi? Bu şəkildə. Bu bizim bağlayıcılarımız qismən tərcüməyə əsaslanır. Əsas odur qəlibləri yadda saxlayın ki, variantlarda çıxmaq daha rahat olsun. And və so. And və deməkdir, so belə ki deməkdir. Bu iki bağlayıcılar adətən bir-birini əvəz edə bilər. Yəni bu bağlayıcılar sinonim bağlayıcılar hesab oluna bilər. And-li olan cümlələr adətən ardıcıllıq bildirir. Məsələn, mən otağa daxil oldum və qurtqamı soyundum. Gördüyünüz kimi ardıcıl baş verən hərəkətlərdir. Və adətən and-lə bağlanan cümlələrdə zaman eyni olmalıdır. Yəni həm and-dən əvvəlki cümlədə, həm də and-dən sonraki cümlədəki zaman eyni olmalıdır. Və əgər variantlarda A variantında and, B variantında so verilərsə, hər iki variantı da çıxardırıq. Çünki and və so bir-birini əvəz edə bilir və sinonimdirlər və əgər and işlənirsə, o zaman so da işlənir. Ona görə də bunları variantlardan çıxardıq. Amma bu tipli variantlar olsa and, so, o zaman hər ikisini seçə bilərik. Məsələn, 1-2 olan variantlara sanlıqla seçə bilərik. Digər bir qaydamız because və as-dir. Hər ikisi çünki kimi tərcümə olunur və deməli bir-birini əvəz edə bilir. Yəni bunlar da nə sayılır? Bunlar da sinonim sayılır. Tək fərq odur ki, because cümlənin əvvəlində işlənməz, amma as işlənə bilər. Və əgər cümlənin ikinci tərəfini tərcümə edəndə bizə niyə sualı beynimizdə canlanırsa, o zaman avtomatik olaraq həm because-u, həm də as-i işlədə bilərik. Because uzun digər bir sinonimi isə because of-dur. O da çünki deməkdir. Because-dan sonra cümlə gəlir, yəni mübtədalı xəbərli bir cümlə. Because of-dan sonra isə söz və ya söz birləşməsi işlənir. Because-da because of-un tək fərqi bundan ibarətdir. Digər bir qaydamız isə so also-dur. Eyni zamanda onun sinonimi in spite of, despite. Hər ikisi baxmayaraq ki deməkdir. Deməli, so also və in spite of, despite of-da bir ziddiyyətlik var hər ikisində. Məsələn, baxmayaraq ki hava soyuqdur, mən t-shirt geyindim. Bu şəklində baxmayaraq ki, baxın ziddiyyətdir, hava soyuqdur, amma mən qolu qısa bir şey geyindim. Bu şəkildə olur, yəni ziddiyyət bildirir. O da yazdan düşmür. In spite of baxmayaraq ki deməkdir, despite da baxmayaraq ki deməkdir. Bu ikisinin fərqi ondan ibarətdir ki, so və also-dan sonra cümlə gəlir, bayaq ki because kimi. Amma in spite of, despite-dan sonra isə söz və ya söz birləşməsi gəlir. Aydındır. Və adətən so also cümlənin əvvəlində işlənir. Əvvəlində.
Deməli, so also-dan sonra so also da deyə bilirik. Baxmayaraq ki deməkdir, ondan sonra adətən cümlə gəlir. In spite of despite da o da baxmayaraq ki deməkdir, ondan sonra isə adətən söz və ya söz birləşməsi gəlir. Və əgər cümlənin əvvəlində 3 nöqtə görürsə, adətən bu hər ikisini işlədə bilərik. Bir də bayaqki o and so qaydası kimi, əgər variantlarda hər ikisi varsa, hər ikisini çıxardırıq. Yox, iki variant seçmək gərəkirsə, iki variantı seçirik. Eyni şey burada aiddir. In spite of və despite of ayrı-ayrı variantlardadırsa, hər ikisini çıxardırıq. Çünki hər ikisi eyni mənanı ifadə edir. Yəni sinonimlər ayrı-ayrı variantlarda olmasa mümkün deyil. Gördüyünüz bu bağlayıcıları mütləq öyrənmək lazımdır, əzbərləmək lazımdır ki, tərcüməsi ilə tapıla bilən bağlayıcılardır. Yəni hər hansı bir qaydası yoxdur. When, anda, əndə, even if, hətta, əgər, even though, hətta, baxmayaraq, if, əgər, mumi, if-lərin bilmişdik ki, onlardan sonra gələcək zaman gəlməz. That, çü, was a, mami, till, until, hər ikisi qədər, dək, kimi, məsələn, saat 5-ə qədər, till 5 o'clock. As soon as, kimi, so that, belə ki, ondan ötürü ki, yəni so that səbəb bildirir. For, üçün, ondan ötürü ki, since, bəri, bitmiş zamanlarda işlənir. Only if, əgər, if only, çərçi, as if, güya, or, yaxud, yoxsa. Or eyni zamanda seçim qarşısında qalanda da istifadə edə bilərik ki, coffee or tea, çay yoxsa coffee bu şəkildə. Bunları qeyd edin, sizə mütləq testlərdə kömək edəsin. Aha, növbəti bağlayıcılarımız but, amma, ancaq deməkdir. But, amma, ancaq, yəni cümlədə ziddiyyətlik var, cümlədə bir tərəf təsdiq, bir tərəf inkardır, amma bu adətən olur. Və yaxud da cümlədə antonimlər var, bu zaman asanlıqla but feilin, daha doğrusu but bağlayıcısından istifadə edə bilərik. Before, əvvəl, after, sonra, then sifət qaydasında da bilir ki, bu müqayisə dərəcəsi ilə işlənir, yəni more, erli sifət və ya zərflə. So, beləliklə buna görə nəticə bildirir. Məsələn, nəsə iş görürsünüz və desəm beləliklə, so. Whereas, hərçənd ki, unless, əgər baş verməsə, while, erkən, bunu biz davam edici zamanda bilirik, davam edici zamanla işlənir. That's why, buna görə də, therefore, buna görə də, in case, o halda ki, however, halbuki. Bunları da yadda saxlayın, bunlar da tərcüməyə əsaslanaraq işlənən bağlayıcılardır. Ever olursa olsun deməkdir və o, deməli, sual əvəzlikləri ilə birləşəndə yeni bir bağlayıcılar yanır. Whatever, nə olursa olsun və yaxud da nə isə deməkdir. Whoever, kim olursa olsun, whenever, nə vaxt olursa olsun. Deməli, sizlərim, hələlik ən çox istifadə olunan bağlayıcılarımız bunlardır. Ümid edirəm ki, bir şeylər izah edə bildim və siz bir şeylər öyrəndiniz. Günlük bu qədər. Növbəti dərslərimizdə görüşərik. Videonu bəyənib, rəy yazmağı və kanala abunə olmağı unutmayın. Sağ olun.